Yumurta allergiyasına qarşı effektiv üsul tapıldı. Yeni araşdırma göstərib ki, yumurtanın körpələrin qida rasionuna erkən daxil edilməsi uşaqlarda yumurta allergiyasının azalmasına kömək edə bilər. JAMA Pediatrics jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə son illərdə qidalanma tövsiyələrinin dəyişməsi allergiya hallarının əhəmiyyətli dərəcədə azalması ilə müşahidə olunub. Əvvəllər valideynlərə allergiya riski yaradan qidaları, xüsusilə yumurtanı uşaqlara gec verməyə tövsiyə edilirdi. Lakin yeni elmi sübutlar göstərib ki, yumurtanın təxminən 6 aylıqdan etibarən rasiona daxil edilməsi daha faydalıdır. Avstraliyada aparılan araşdırmada 7000-dən çox körpənin məlumatları təhlil edilib. Nəticələr göstərib ki, yumurta allergiyasının yayılması əvvəlki dövrlə müqayisədə 17,7% azalıb. Erkən yaşlarda ekzema diaqnozu qoyulan uşaqlarda isə allergiya göstəricisi 34,6%-dən 21,9%-ə düşüb. Mütəxəssislər hesab edir ki, erkən qidalanma ilə bağlı yeni tövsiyələr qida allergiyalarının qarşısının alınmasında mühüm rol oynayır.